Koç, bugün sanki içindeki motor daha sürətli işləyir, enerjin yerində durmağa imkan vermir. Yeni planlar qurmaq, harasa getmək, nə isə dəyişmək istəyəcəksən. İş həyatında gözlənilməz bir təklif ala bilərsən. İlk anda tərəddüd etsən də, bu fürsət uzun müddətdə sənə xeyir verəcək. Pul mövzusunda isə biraz ehtiyatlı ol. Tələsik alış-veriş sonradan peşmanlıq yarada bilər. Sevgidə ürəyin daha cəsarətlidir. Düşündüyünü deməkdən çəkinməyəcəksən. Buğa, bugün həyat tempini yavaşlatmaq istəyəcəksən. Sanki ruhun dayan və nəfəs al deyir. Özünü çox yormusan və artıq bədən dincəlmək istəyir. Maddi baxımdan isə xoş sürprizlər mümkündür. Kiçik də olsa gəlir artımı ola bilər. Ev və ailə mövzuları ön planda olacaq. Sevdiklərinlə söhbət sənə böyük rahatlıq verəcək. Sevgidə isə sabitlik və güvən hissi güclənir. Əkizlər, bugün xəbərlər günüdür. Telefonuna gələn hər mesaj sanki yeni bir qapı açacaq. Çoxlu görüşlər və söhbətlər olacaq. Yeni insanlarla tanışlıq mümkündür və onlardan biri gələcək planlarında önəmli rol oynaya bilər. Amma diqqətini dağıtma. Eyni anda 10 iş görmək səni çaşdıra bilər. Sevgidə isə səmimi və şən enerjin qarşı tərəfi özünə çəkəcək. Xərçəng, bugün ürəyin daha həssasdır. Sözlər sənə tez təsir edə bilər. Ona görə də neqativ insanlardan uzaq durmaq yaxşı olar. Ailə ilə bağlı gözəl xəbər ala bilərsən. Evdə istilik və birlik hissi artacaq. Pul baxımından kiçik, amma sevindirici qazanc görünür. Sevgidə isə romantik anlar var. Keçmişdən biri də yenidən həyatına daxil ola bilər. Şir, bugün səhnə işıqları sənin üzərinə düşür. Harada olsan diqqət çəkəcəksən. İnsanlar sənin enerjindən ilham alacaq. İşdə özünü göstərmək üçün əla gündür. Rəhbərlik və ya yeni layihə şansı var. Pul baxımından uğurlu qərarlar verə bilərsən. Sevgidə isə həyəcanlı anlar yaşayacaqsan. Qız, bugün beynin çox aktiv işləyəcək. Planlar, siyahılar, hesablamalar, hər şeyi nizama salmaq istəyəcəksən. İşdə detallara diqqətin sənə üstünlük verəcək. Vacib bir işi uğurla bitirə bilərsən. Amma özünü çox sıxma, biraz rahatlamağa da vaxt ayır. Sevgidə isə anlayışlı olmaq hər şeyi həll edəcək. Tərəzi, bugün sosial həyat canlanır. Dəvətlər, dostlarla görüşlər, yeni mühitlər, evdə qalmaq istəməyəcəksən. Yaradıcılıq tələb edən işlərdə uğur qazanacaqsan. Şəxsi layihələr üçün ideal gündür. Sevgidə sürpriz mesaj və ya gözlənilməz etiraf mümkündür. Əqrəb, bugün biraz sirli və sakit olacaqsan. Hər şeyi hər kəslə paylaşmaq istəməyəcəksən. Bu da səni daha güclü göstərəcək. İşdə gizli planlar qurmaq və strategiya hazırlamaq üçün əla gündür. Düşünərək atdığın addımlar böyük nəticə verəcək. Sevgidə isə dərin və emosional anlar var. Ox atan, bugün ruhun səyahət istəyir. Yeni yerlər, yeni insanlar, yeni təcrübələr. Sanki həyat səni çağırır. Təhsil və ya yeni layihəyə başlamaq üçün gözəl zamandır. Risk etsən qazancın böyük olacaq. Dostlarla plan qurmaq səni sevindirəcək. Sevgidə isə şən və macəra dolu anlar yaşayacaqsan. Oğlaq, bugün iş və pul mövzuları ön plandadır. Ciddi qərarlar verməli ola bilərsən. Planlı davransan böyük qazanc əldə edəcəksən. Rəhbərlik və ya böyük bir şəxs sənin əməyini qiymətləndirə bilər. Ailənin dəstəyi səni daha da gücləndirəcək. Sevgidə isə hisslərini gizlətmə, biraz açıq ol. Dolça, bugün sanki həyatında yeni bir səhifə açılır. Daxilində dəyişmək vaxtıdır hissi güclənir. Görünüş, iş və ya gündəlik həyatında yenilik edə bilərsən. Yeni ideyaların çox olacaq. Bunlardan biri sənə gələcəkdə böyük uğur gətirə bilər. Sevgidə isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Balıqlar, bugün xəyal gücün çox güclüdür. İntuisiyan demək olar ki, səni yanıltmayacaq. İçindən gələn səsə güvən. Biraz tək qalmaq və düşünmək sənə yaxşı təsir edəcək. Yaradıcılıq tələb edən işlərdə uğur qazana bilərsən. Sevgidə isə səmimiyyət və şəfqət münasibəti daha da gücləndirəcək.